Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala abdihi və rasulihi Muhammedin və ala alihi və sahbihi və səlləmə təslimən kətira. Deməli, biz təcvid dərslərimizə davam edirik. El-cəvf, sinə boşluğu və yaxud da qarın boşluğu və ya ağız boşluğu dərslərimiz, hərflərini daha doğrusu götürdü. Sonra lisən, dillə bağlı olan hərfləri götürdük və çıxış məxrəclərini müxtəsər də olsa bəyan etdi. İndi isə növbəti dərsimiz şəfətən dodaqlardır. Və dodaqlarda 2 məxrəc var və 4 dənə hərf. 4 dənə hərf çıxır. Birinci məxrəc fə hərfinin çıxdığı məxrəcdir. Yəni, yuxarı kəsici dişlərə alt dodağın, yəni yaş yerini, yəni iç tərəfini təqribən vurmaqla, yəni bu səs, fə hərfinin səsi ortaya çıxır və bu cür səslənir fə, fə. Və ikinci məxrəc isə bə və mim hərflərinin və həmçinin vav hərfinin çıxdığı məxrəcdir. Bə hərfi, yəni alt və üst dodaqların yaş hissəsini, yəni biri-birinə möhkəm bir şəkildə vurmaqla çıxır. Bə, bə və bəzi insanlar bə belə eləyir, yəni dodağın quru yerini. Bə, və bu xatadır, bənin çıxartma məxrəci deyil. Bəni dodağın yaş tərəfini bir-birinə möhkəm bir şəkildə vurmaqla çıxartmaq olar. O da bə, bu cür səslənir. İkinci isə mimdir. Mim isə dodaqların quru hissəsini bir-birinə vurmaq yəni səbəbi ilə ortaya gəlir, hasil olur. O da mim, mim deyə səslənir. Üçüncü isə vav hərfidir. Vav hərfi isə yəni dodaq uclərini, yəni dodağın uc tərəflərini yəni biraz qabağa eləməklə, önə uzatmaqla çıxartmaq olur və vav, vav bu cür tələffüz olunur. Və bu bizim şəfətən dodaqlarla bağlı olan hissə idi. İndi isə çox müxtəsər olmağına baxmayaraq mühüm bir məxrəc barədə danışacağıq. O da xayşumdur. Xayşum burun deməkdir. Yəni təcviddə xayşum burundur və burunda bir dənə məxrəc var. O məxrəcdən isə yəni 2 hərf xaric olur və bu hərflərdən biri mimdir, o birisi isə nundur. Yəni m və n və bu hərflər yəni mim və nun hərfləridir, xaric olur xayşumdan və inşallah gələn dərsdə, gələn dərslərimizdə hərflərin sifətləri barədə bəhs eləyəcəyik, danışacağıq. Allah Teala işlənlər üçün faydalı və bərəkətli eləsin.